bilirəm. Bəli, həyat sizi artist Bu axır edir. vaxtlar görə meyxana da deyə bilirəm. Bir dənə meyxana deyin görək hələ bədahətən. Gəlinlərim baxır, axı deyir, mama deyirsən, deyir. Gəlinlərə aid nə deyirsiniz? Deyin görək. Mənim gəlinlərim üçün deməli, belə eləsəm, deməli, böyük gəlini deyirəm. Belə eləsəm, çünki onun içində yaxşısı da var, biraz özündən. Yəni də olur, hamı. Amma gənə min şükür. Min şükür. Çünki mən onların rəfiqəsi kimiyəm. Heç vaxt işlərinə qarışmıram, kömək eləyirəm onlara. Onlar ayrı yaşayır sizdən, yoxsa bir yerdə yaşayırsınız? Məndə necə yaşaya bilərlər? Ayrı yaşayırlar. Siz tək yaşayırsınız. Mən təkəm həmin o 3 metr olan yerdə. Onlar da ay 50 şirvana kirayədə qalırlar. Sənədli filmində hamını canlandıracağım Allahın köməyi ilə. Görün biz nə çəkirik? Müharibədən gələn oğlum maşın yuvur moykada. Onun qızı İlham. Ne deyimi? Deyərlər çox and içir. Bax, çarpayda belə oturur, yastığı belə qoyur, uşaq dərsini yastığın üstə yazır Şəhnaz. Özü gör neynir? Açıq məhərdən götürür, belə salır. Bir dənə vannanı qoyur ayağının altına. Boş dezarat kutusunu tapır. Ay nənə, necə oldu gedib spesiya çıxdınız? İntervyu götürür məndən indidən. Hiss edirəm ki, gələcəyi elə mən olacağım. Bəxti mənə oxşamasın. İncəsənətdə olanlara mən alqış deyirəm. Deməli sizi yaşadan bax bu efirdir. Şahnaz, Zönfrə, Sibelcan, bir də atamın adı Əhməd. Sizi yaşadan həm nəvələrdir, bir də ki bu efirə çıxmaqdır. Bir də efirə çıxırsınız. Anamdan sonra ölə bilərdim. Mənim parçalanmış ürəyimə elə bir loğman əli ilə dərman qoydu efir. Məni ölməyə qoymadı. Mən inanmazdım. Bəlkə də bir özündən deyən həkim məni sağalda bilməzdi. Anamdan sonra mən efirə çıxdım, elə bil ki, sirli bir aləmə düşdüm. Yadırğadım biraz, yaddan çıxartmadım. Amma təskinlik tapdım. Elə bil ki, anamın ruhu haradasa kömək oldu. Həmin insanlara dedi, axtarın mənim balamı. Çünki o mənə deyirdi ki, nə qədər sağam, mən sənə kömək eləyə bilmədim. Ölmürəm də ki, ruhlar dünyasından sənə kömək eləyim. Söz vermişəm, ağlamayacağım. Mən rolda ağlayıram. Həyatımda ağlamıram. Heç kəsin üstünə pul üçün getmirəm. Heç kəsdən çörəyə indiyəcə nisiyə almamışam. Alanda nə olar, kasıbçılıqdır. Ehtiyacı olanlar var ki, alırlar.